Bundan sonra biz Qarabağdakı hər yerdə getdiyimiz hər bir platformada Qarabağdakı zəfərimizdən danışacağıq. Limanlar ayrılsalar ümitsiz sevgi. Fiziki imkanları məhdud olsa da onlar çox böyük həyat eşqi ilə həm peşələrini sevirlər, həm istedadlıdırlar. Belki ömür bir zülmetti bir gece. Yəni sözlə ifadə edə bilmirəm, ona görə müəyyən qədər hətta çətinlik çəkirəm bu barədə danışanda. O tədbirlərdən sonra mənim uçmağa qanadım olmur. Onların sevincini görəndə mənim uçmağa qanadım olmur. Hamısının çox gözəl anlar idi, çox gözəl günlərimiz keçdi orada. Şəhidlərimizi biz hər zaman adlarının əbədiləşdirilməsi istiqamətində işlərimizi davam etdirməliyik. Yetər ki, edəcəyimiz iş vətənə, millətə, dövlətə fayda verəcək bir iş olsun. Maarifləndirmə ilə bağlı hər bir işi etməyə çalışırıq. Biz o zaman çox təsirlənmişdik. Biz düşündük ki, hər halda uşaq evdə bunları görür. Atasının məşğul olduğu yanlış işləri görür. Hələ də bəzi boşluqlar var, hələ də biz çox çalışmalıyıq. Düşünürəm ki, biz bunları davam etdirməliyik. Bunlar bir dəfə elədim, bitdi, yetərlidir, olmamalıdır. Arzu Bağırova Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri, Gözəl Yaşam Mərkəzinin təsisçisi. Bizim təşkilatımız 5 ildir fəaliyyət göstərir. Bu cəsarəti və bu ideyanı mənə bizim millət vəkilimiz, dəyərli bacım Qəyrə xanım Paşayeva verdi. Sən bu işlərin içindəsən, bunu daha bir təşkilatlanmış şəkildə yönəltdiyib, belə bir ideyanı mənə verdi və 5 il öncə bizim təşkilatımız yarandı. Və biz ilk tədbirimizi 8 martda təqdimat tədbirimizi keçirdik. Şəhid analarımızla bərabər, şəhid ailələri ilə bərabər qeyd elədik. Maarifləndirmə ilə əlaqədar olaraq tədbirlər həyata keçirdirik. Bu vətənpərvərlik istiqamətində, tariximizə sahiblənmə istiqamətində, hətta böyüyən uşaqlarımızın zərərli vərdişlərdən uzaq durması yönündə, asudə zamanlarının daha doğru səmərələr keçirmək istiqamətində tədbirlərimiz olur ki, biz bunları çalışırıq daha çox bölgədəki məktəblərdə həyata keçirdək. 50 minin üzərinə fərqli mövzularda bizim incəsənətimizi, mədəniyyətimizi, hətta mətbəximizi, tariximizi əks etdirən kitablar hədiyyə eləmişik məktəblilərə. Ən önəmli olan hər zaman Qarabağ həqiqətlərini dünyaya çatdırmaq olub ki, bundan sonra biz Qarabağdakı hər yerdə getdiyimiz hər bir platformada Qarabağdakı zəfərimizdən danışacağıq. Çox hörmətli vitse-prezidentimiz Mehriban xanımın çağırışına qoşularaq ki, o bildirmişdi ki, hər bir vətəndaşın həyatında şəhid ailələrinə, qazilərə diqqət xüsusi yer tutmalıdır. Qəhrəman şəhidlərimiz haqqında yazılan kitabların çapına dəstək olmuşuq. Onlar haqqında çəkilən filmlərin təqdimatına və çəkilməsinə dəstək olmağa çalışırıq. Qazandığımız qələbədən sonra, Vətən müharibəsindən sonra da düşünürəm ki, bu şəhidlərimizi biz hər zaman adlarının əbədiləşdirilməsi istiqamətində işlərimizi davam etdirməliyik. Masallı, Lənkəran, Lerik, Şamaxı, Tovuz, fərqli rayonlarda bizim tədbirlərimiz həyata keçirilir. Çox həssas yanaşdığım bir mövzu, fiziki imkanları məhdud olan istedadlı gənclərimizi tapıb, dəstək olub, onlara dəstək olub, cəmiyyətə inteqrasiyasını, yəni özlərinə qapanmasınlar, istedadının daha çox üzə çıxarması istiqamətində bir çox layihələrimiz olub. Gənc şairə qızımız, görmə əngəlli Zeynəbin ilk şeirlər kitabının çapına dəstək olmuşuq, onun kitabının təqdimatını keçirilməsinə və onu da qeyd edim ki, Zeynəb qızımız hal-hazırda Asan Radioda çox müvəffəqiyyətlə aparıcılıq edir. Keşke gözlerim hal-hazırda görseydi de o ifadelerinizi görmek gibi bir şansım olsaydı. Sadece konsertimizi nece devam etmesini yüz ifadelerinizden okuyabilirdim. Bilmiyorum ki her şey yüreğine sevdim. Daha bir görmə əngəlli qardaşımızın, Furkanın konsertini biz keçirtmişdik Rəşid Behbudov adına mahnı teatrında və böyük, necə deyim, səs-səda doğurmuşdu. Belki ömür bir zülmetti bir gece. Deli gece, sehir gece, sir gece. Yere düşüp çilikledi. Yəni bu
onların özlərinin təqdimatı idi, belə deyim. Onların zəhməti idi. Onlar özünü o qədər gözəl şəkildə ifadə etmişdilər. Daha sonra daha bir istedadlı qardaşımız görmə əngəlli Ramalın konsertini yenə də təşkil etmişdik biz Beynəlxalq Muğam Mərkəzində. Limanlar ayrılsalar ümitsiz sevgileri, limanlar kavuşturan yol gözleyen. Uşaqlıq illərindən bəri musiqi ilə məşğulam. Artıq professional səhnədə 10 ildən çoxdur. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Həm bakalavr, həm magistr. 2021-ci ildə mənim həyatımda bu təşkilatın böyük rolu oldu. Muğam Mərkəzində mənim solo konsertim təşkil oldu. Bu konsertin ideya müəllifi bizim dəyərli millət vəkilimiz Qənərə xanım Paşayev oldu, həm də təşkilatçısı oldu. Amma bu konsertə ilk dəstəyi verən məhz aparıcı təşkilatçılarından həmin regional hüquqi, iqtisadi, maarifləndirici təşkilatı doğrudan da çox böyük dəstək oldu. Mən buna görə həmin təşkilatın rəhbəri Arzu xanıma şəxsən təşəkkürümü bildirirəm. Arzu xanım mənimlə birlikdə o konsertin kulis arxasında da çox geniş iştirak elədi. Daima maraqlanırdı. Daima bir çətinlik olan kimi mən Arzu xanıma müraciət edirdim. Dağ olar, bir dağ olar. Konsertdən sonra məni müəyyən insanlar tanıdı. Həvəs, o istək məndə daha artdı. Fiziki imkanları məhdud olan çox istedadlı bizim gənc rəssam dostlarımız var. Onların sərgilərini keçirməyə dəstək olmuşuq. İnanın, o tədbirlərdən sonra mənim uçmağa qanadım olmur. Onların sevincini görəndə mənim uçmağa qanadım olmur. Naxçıvanın Şəhər rayonunda anadan olmuşam. 42 yaşım var. Dünə əlin qadın tutandan şəkillər çəkildim. Hardasa 20 ildir deyək ki, profesional olaraq bu işə başladım. Sonra da sərgilərim olmağa başladı. Şəhər rayonunda, ikinci sonra Naxçıvanda. Sonra da daha geniş sərgilərdə iştirak elədik, müsabiqələrdə, Bakıda sərgilərim oldu. Ondan sonra Qənərə xanımla tanış olduq Bakıda. Qənərə xanımla sayəsində təşkilatla tanış olduq. Təşkilat ilə incəsənətə dəyər verir. Həmişə bizim yanımızda olub. Bizə dəstək verir. Türkiyədə, Antalyada sərgilər elədik. Sonra Kapadokiyada. Rəssamlıq fəaliyyətimiz də daha böyüdü. Təşkilatımıza da çox təşəkkür edirəm. Arzu xanım da sağ olsun, həmişə bizim yanımızdadır. Bizə çox dəstək oldu. İncəsənətə də dəyər verir. Bələdiyyə başqanları iştirak edirdi. Sonra Kapadokiyada da çox maraqlı oldu. Oradan da Kapadokiyanın da valisi, bələdiyyə başqanları. Həm də bəzən biz onların satış sərgisində təşkil edirik gənc rəssamların ki, maddi dəstək bilirsiniz ki, çox önəmlidir həmin gənclərimizə. Paytaxt əlçatandır. Paytaxtda hər şey əlçatandır, daha rahatdır. Canlı görüşlər, canlı tədbirlərin yeri bir başqadır. Uşaqlar o qədər bəzən mən tamarzu olduğunu görürəm elə canlı görüşlərin, onların sualları, onların diskusiyası çox önəmlidir və buradan onu da çox istərdim ki, bizim dəyərli ziyalılarımız, bizim elm insanlarımız, ümumiyyətlə mədəniyyət insanlarımız bölgələrə üst tutsunlar. Daha sonra bizim təşkilatımızın çox bizi üçün də önəmli olan bir layihəsi oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bərabər olaraq 16 görmə əngəlli şairimizin şeirlər kitabını çap elədik. Zülməti dələn işıq. Bu onların ilk şeirlər kitabı idi və o tədbirimizə bizim çox hörmətli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da təşrif buyurmuşdu. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi ilə qadın sahibkarlığının inkişafı adlı 3 fərqli bölgədə Lənkəran, Lirik Masallıda tədbirlərimizi həyata keçirtdik. Hardan başlayacağını bilməyən xanımlar, sahibkarlığa ilk addımını atan xanımlar çox böyük məlumatlar əldə elədilər. Təşkilatımızın bir neçə video çarxları olub ki, biz bunların da təqdimatını keçirtmişik və bunu da daha geniş kütləyə yaymaq üçün belə deyim, yenə də yollarını axtarırıq. Ayrılar mı? Könül candan, Azərbaycan
Azərbaycan. Ailə daxili şiddətə və qadına qarşı zorakılığa yox deyək video çarxı. Biz uşaqlarımızı şiddət görə-görə böyüməsini istəmirik. Qadına qarşı şiddətə, zorakılığa yox demək məcburiyyətində qalmadığımız bir dünya və sevgi dolu həyat istəyirik. Ümumiyyətlə zərərli vərdişlərdən və tütün məhsullarının istifadəsi ilə bağlı olan bir video çarx. Getdiyimiz qapalı məkanlarda siqaretin zərərli təsirlərinə məruz qalmaq istəmirik. Hüquqlarımızı və haqqlarımızı pozmayın. Ki bu boşluqlardan yaranan yanlış bir şeylər olmasın deyə biz bu kimi işlərimizi yenə də davam etdirəcəyik. Son aylarda bu dəhşətli zəlzələ ilə bağlı sarsıldıq. Bütün Türk dünyası sarsıldı və qardaş Türkiyəmizdə zəlzələdən əziyyət çəkən bacı qardaşlarımıza biz də düşündük ki, yardımlarımızı əsirgəməməliyik. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyində koordinator vəzifəsində çalışıram. Əvvəllər bu təşkilatda könüllü kimi fəaliyyət göstərmişəm. Sədrimiz olan Arzu xanımın dəvəti ilə mən bu təşkilata koordinator vəzifəsində işləməyə davam eləmişəm. Regionlardan birində Gülnaz adlı xanım 9-cu sinifdə təşkilatın sədrinə yaxınlaşaraq mən kitab çap etdirmək istəyirəm. Sonradan 3 kitabını biz Gülnazın çap elətdirdik. Hansı ki Gülnaz Bakı Dövlət Universitetinə ən yüksək balla qəbul olunmuş bir tələbədir. Qarabağ müharibəsində şəhid ailələrinə, qazi ailələrinə ən yüksək səviyyədə dəstək göstərilib təşkilatımız tərəfindən. Zəlzələ nəticəsində zərər çəkmiş insanlara, bacı qardaşlarımıza təşkilatımız dəstək olub. Koronavirus dövründə də biz onlayn tədbirlərimizi həyata keçirirdik. Bir xanım var idi, mismarlarla, saplarla əl işləri görürdü, Aytan xanım. Təşkilatımız olaraq onun da əsərlərini əldə etmişik, ona da dəstək olmuşuq. Əsas prinsiplərimiz, əsas mövqeyimiz gəncləri maarifləndirmək, regionda olan gənclərə, paytaxtda əl çatmayan gənclərə yardım etmək, onları maarifləndirmək və onlara dəstək olmaqdır. Təşkilatımızın Türk dünyasının güclənməsi istiqamətində gördüyü, həyata keçirdiyi layihələrdən, gördüyü tədbirlərdən də bir çoxunu qeyd eləmək istəyirəm. Bu Qarabağ hekayələri qırğız dilində, özbək dilində kitabların çapına dəstək olmaq, həmin kitabları o ölkələrdə təqdimatını keçirtmək, Global Women Summit, beynəlxalq qadın sammitlərində fərqli ölkələrdə, Yaponiyada, Taylandda iştirak etmişik. Çox hörmətli Leyla xanımın Xocalıya ədalət kampaniyasına qardaş Türkiyədə iştirak etmişik. Həyata keçirdiyimiz tədbirlərin birində mənə çox təsir edən bir hadisə yaşamışdıq. Demək, region məktəblərin, bölgədəki məktəblərin birində idi tədbirlərimiz ki, böyüyən gənc uşaqlarımızın məktəblilər arasında zərərli vərdişlərin, ümumiyyətlə bilirsiniz, içki, qumar, narkotik, bu istiqamətdə uzaq durmaları istiqamətində maarifləndirici bir tədbir keçirdirdik. 7-8 sinifin şagirdi olardı. Bir oğlan uşağı əlini qaldırdı. Dedi, siz çox gözəl danışdınız. Mən başa düşdüm hamısını ki, bunlar zərərlidir, etmək olmaz. Amma onlar bunu gəlib bizim evdə atama da deyəsiniz. Biz o zaman çox təsirlənmişdik. Biz düşündük ki, hər halda uşaq evdə bunları görür. Atasının məşğul olduğu bu yanlış işləri görür və biz ona təbii ki, bir kənara çəkib yenə də məsləhətlər verdik, necə uzaq durmalıdır, necə az südə zamanını dəyərləndirməlidir. Hələ də bəzi boşluqlar var, hələ də biz çox çalışmalıyıq. Arzu edirəm ki, o 5-in yanında bir 0 da olsun, 50 illiyin qeyd edəsiniz, 100 illik olsun. Yəni bu yaşasın, daima yaşasın. Çünki bu cür qurumlar, bu cür təşkilatlar insanların həyatında da çox böyük önəm kəsb edir. Mən şəxsən şahidəm. Təşkilatımızın da təşkilliyinin nəticəsi gətirdi ki, inşallah bundan da sonra daha uğurlu layihələrdə, daha gözəl sərgilərdə iştirak edərik. Təşkilatımız, dövlətimiz, millətimiz adına gördüyü işləri arzulayıram hər zaman davam elətdirsin. Təbrik edirəm təşkilatımızı və özümə də arzulayıram hər zaman bu təşkilatla bərabər çalışım. Təşkilatımızın sədri Arzu xanıma da öz təşəkkürümü bildirirəm. Gənclərə də deyirəm ki, həvəsli olsunlar, həvəsdən düşməsinlər, daha çox çalışsınlar, daha çox işləsinlər. Hər şey istəyincə olur.
İnşallah bundan da sonra istədiyiniz olar. Və mən hesab edirəm ki, insan nə iləsə məşğul olursa, insanın həyatda çox mənalı olur, çox maraqlı olur. Mən buradan bütün gənclərimizə, bütün insanlarımıza, böyüyən uşaqlarımıza demək istəyirəm ki, bizim həqiqətən də ən ali varlığımız müstəqil Azərbaycanımızdır. Bir vətəndaş olaraq, bu ölkənin vətəndaşı olaraq hər birimiz bu varlığa sahib çıxmalıyıq. Olduğumuz yerdə, işlədiyimiz işdə, əlimizdən gəldiyindən də hətta artığı ilə bu vətənə sahib çıxmalıyıq. Bu vətəni ən yüksəklərə daşımalıyıq. Mən çox arzulayardım ki, gənclərimizin adı elmi inkişaflarda səslənsin. Gənclərimizin adı ən yüksək tribunalardan gəlsin. Ona görə də yorulmadan bu vətənə xidmət eləməliyik. Ən yaxşı şəkildə düşünürəm ki, bu vətənə biz sahib çıxmalıyıq. Belə-belə işlər. Belə-belə işlər. Belə-belə işlər. Belə-belə işlər.